qara geyinmək, sinə vurmaq, bunun kimə nə faydası var? Heç bir millət öz qəhrəmanını unudaraq inkişaf edə bilməz. Kütləvi yas ritualları məzhəbçilik və radikalizmi körükləyə bilir. Din sadəcə quru əhkamçılıq, quru zöhddən ibarət deyil. İnsanlar bunu anlamalılar ki, peyğəmbər ailəsinə qarşı soyqırım törədilib. Xoş gördük hörmətli izləyicilər. Bu gün gənclər arasında geniş yayılmış bir sualı Xalid qardaşımızla müzakirə edəcəyik. Həqiqətən də əsrlər əvvəl baş vermiş bir hadisəni hazırda davam etdirmək, onlara ağlamaq bizi inkişafdan və sevincdən saxlayırmı? Mən də sizi və dəyərli izləyicilərimizi Allahın salamı ilə salamlayıram. Xoş gördük inşallah. Bəli, ilk baxışdan dediyiniz kimi çox modern və cəlbedici görünür. Lakin bu iddiaların arxasında insani və sosioloji bir boşluq dayanır. Gəlin bu məsələyə biraz fərqli tərəfdən baxaq. Ümumiyyətlə insan sadəcə fayda və ziyan hesablamağa çalışdıran bir robot kimi düşünənlər unudurlar ki, insan sadəcə bunun üçün yaradılmayıb. Yəni bilirsiniz, insanın və ümumiyyətlə din və insan fitrəti iki əsas sütun üzərində qurulub. Bir ağıl, yəni rasional müstəvi, bir isə qəlb, yəni emosional müstəvi. Ağılsız emosiya insanı kör-körənə fanatizmə aparır. Lakin emosiyasız ağıl isə insanı rəhimsiz, quru və sərt bir varlığa çevirir. Yəni mexaniki bir varlığa çevirir. Kərbəla fəlsəfəsi isə bu iki müstəvinin vəhdətini bizə öyrədir. Bunu bizə anlatmaq istəyir. Biz Kərbəla fəlsəfəsinə baxsaq, orada quru, yəni sadə bir ideologiya görmürük. Oradakı ideologiya bizə eşqin, məhəbbətin və bu sevginin mənbəyini göstərir. Bizə bunu öyrədir. Bunu bizə anlatmaq istəyir. Yəni din sadəcə quru əhkamçılıq, quru zöhddən ibarət deyil. Əgər bir şəxs dindən bu sevgini, bu məhəbbəti çıxartsa, orada sadəcə quruluq qalacaq, zöhd qalacaq, quru əhkamçılıq, radikalizm, kapitalizm, bunlardan qeyri bir şey qalmayacaq. Məhz bunların qabağını alan əsasən İmam Hüseyn əleyhissalamın məhəbbəti və onun məclisləridir. Doğrudur. Yaxşı, bəs inkişaf arqumenti bizə keçmiş yox, gələcək lazımdır tezisi sosioloji baxımdan düzgündürmü? Tamamilə xətadır. Dünyadakı bütün millətlərə baxsaq, heç bir millət öz qəhrəmanını unudaraq inkişaf edə bilməz. Məsələn, biz 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin əziz xatirəsini anırıq, onlara ziyarət edirik, şəhidlər xiyabanına gedirik, onlar üçün göz yaşı tökürük. Məgər biz geri qalırıq? Xeyr, heç bir əlaqəsi yoxdur bu mövzu ilə. Boş-boş dəlillər gətirərək insanların ağıllarını haqdan yayındırmaq üçün çalışırlar. Xeyr, heç də belə deyil. O göz yaşları bizim milli və insani dəyərlərimizi diri saxlayır. Bütün bu göz yaşları sadəcə insan olmaq mübarizəsidir. Yəni insanın öz insanlığını qorumaq mübarizəsidir. Kərbəla da bəşəriyyətin ümumi ortaq ədalət xiyabanıdır. İnsan oradakı bir cür soyqırıma qarşı göz yaşı tökəndə öz insaniyyətini diri saxlayır, öz insaniyyətini qoruyur. İnsanlar bunu anlamalılar ki, peyğəmbər ailəsinə qarşı soyqırım törədilib. Bu yüngülə alınması, izzətdən aşağı salınması bir mövzu deyil. Peyğəmbər ailəsinin soyqırımını törədib. Həmin o peyğəmbərin ailəsi İslam ümmətinin xeyri üçün çalışdığı zaman onların xilası uğrunda şəhid olub. Yəni bu iki ərəb vuruşdu, biz onlar üçün niyə ağlayırıq, niyə yas saxlayırıq mövzusundan tamamilə ayrı bir kənardır. İmam Hüseyn əleyhissalamı buna qatmaq olmaz. Ümumiyyətlə insan ürəyindəki yanğı hissini, haqsızlığa və zülmə qarşı çıxmaq hissini əgər itirsə, orada quru əhkamçılıq və yaxud da radikalizm, kapitalizmdən başqa qeyri bir şey olmayacaq. Yəni irəliyə gedə bilməyəcək. Maraqlı bir məqama toxundunuz. Amma bəzi tənqidçilər bildirir ki, kütləvi yas ritualları məzhəbçilik və radikalizmi körükləyə bilir. Bu real təhlükədirmi? Bizim coğrafiyada əksərən bunun tam tərsi baş verir. Bilirsiniz necə? Çünki bu torpaqlarda, bu millətdə əsrlər boyu İmam Hüseyn əleyhissalamın və Əhl-i Beytin məhəbbəti ta əvvəldən ta bu günə qədər mövcud olub. Yəni kim o iddia edir ki, məsələndə deyək radikal, sərt və insanları asanlıqla dindən çıxartmaqda ittiham edənlər, həmin o ittiham edən cəryanlar bu millətdə, bu torpaqda kök sala bilməyiblər. Və bu kök sala bilməmələrinin səbəbi əsasən Əhl-i Beytin məhəbbəti və İmam Hüseyn əleyhissalamın Kərbalası olub, onun məclisləri olub. Həmin o məclislər, həmin o məhəbbət, həmin o sevginin sayəsində insanlar bütün bu radikallıqdan kənara çıxaraq ortalığa tamamilə bir sevgi nümayiş etdirilib. Yəni İmam Hüseyn əleyhissalam sanki bir eşqin mənbəyidir. Biz də onun elə bir ardıcıllar olmaq üçün çalışırıq ki, o eşqdən biz də bir pay götürək. Əgər bu sevgi dindən çıxarılsa,
sadəcə quru qanunlar toplusuna dönər. Bu sevgi var olduqca İslam quru qanunlar toplusu olmaqdan çıxacaq. Bu mövzunun ən gözəl tərəfi də budur ki, Azərbaycanda bu mövzu tək bir məzhəbin inhisarında deyil. Və ümumiyyətlə İmam Hüseyn əleyhissalamın bu məclisləri, bu əzadarlıq və ümumiyyətlə bu eşq elə bir bağ rolunu oynayır ki, elə bir sevgi rolunu oynayır ki, əgər bu bağ aradan qaldırılsa, ortalıqda sadəcə qəddarlıq və kapitalizmdən başqa bir şey qalmayacaq. Və əgər belə bir şey baş versə, biz heç bir zaman inkişaf edə bilməyəcəyik və qabağa gedə bilməyəcəyik. İmam Hüseyn əleyhissalamı ağlamaq qaramat deyil. İmam Hüseyn əleyhissalamı ağlamaq insan qalmaq mübarizəsidir. İnsanın öz mənliyini, şərəfini və insaniyyətini qorumaq mübarizəsidir. İnsan əgər haqsızlığa və zülmə qarşı, orada olan müsibətlərə, soyqırıma qarşı qəlbi yanmırsa, gözündən yaş axmırsa və haqq və orada tamamilə haqq var idi, tamamilə batil var idi. Elə deyil. İnsan bu tamamilə haqqın soyqırımına görə və haqqın sütunlarının qətlinə görə əgər qəlbi yanmırsa, o insanda problem var. Bu xisli məsələdir. İnsan gərək özünə diqqət edirsin, bu mövzuya diqqət edirsin. Və ümumiyyətlə bunu da qeyd edeyim ki, ürəyi haqsızlıq qarşısında yanmayan ümmət heç bir zaman hər hansısa bir texnoloji baxımdan irəli getsin, inkişaf etsin, heç vaxt uğur əldə edə bilməz. Yaxşı, bəs formalar? Kənardan baxan bir rasionalist soruşur, bugünkü gün qara geyinmək, sinə vurmaq, bunun kimə nə faydası var? Bu sual əslində simvolların sosioloji funksiyasını anlamamaqdan irəli gəlir. Dünyanın bütövlüyünə baxsaq, böyük millətlər məsələn, böyük ideyalar və amalları qorumaqdan ötürü, onları diri saxlamaqdan ötürü onların rəmzləri olur. Və həmçinin də gəlin biz milli matəm günü etdiyimiz əməllərə baxaq. Məsələn, saat 12:00-da gəmilərin və maşınların siqnal verməsi, 1 dəqiqəlik sükut duruşu, bayraqların yarıya qədər endirilməsi, bütün bunların hamısı həm fiziki baxımdan, həm mexaniki baxımdan, məntiqi baxımdan şəhidə heç bir faydası yoxdur. Nə də onu geri gətirmir. Lakin bütün bu etdiyimiz rituallar bizim şəxsimizə, yəni özümüzə aiddir. Biz özümüz üçün edirik bunları. Özümüz üçün edirik ki, biz onları unutmayaq və unutturmayaq və bu azadlığın qədrini bilək deyə. İmam Hüseyn əleyhissalam üçün edilən əzadarlıq da eyni məntiqə söykənir. Yəni bunlar kor-korana, boş-boşuna edilən bir kədər deyil. Hər hansı, hər biri bir mesajdır. Məsələn, mən bu gün qara geyinirəm. Mən bu gün qara geyinirəm çünki ədalətin sütunlarının qırıldığı gündür. Ədalətin qətlə yetirildiyi gündür. Peyğəmbər övladının qətlə yetirildiyi gündür. Allahın yer üzündə təyin etdiyi höccətin qətlə yetirildiyi gündür. Həmçinin əhli-əyalı ilə birlikdə. Mən ona görə bu gün qara geyinirəm. Burada heç bir eyb yoxdur. Çünki qara matəm əlamətidir. İnsanlar matəmdə olanda qara geyinirlər. Məsələn, sinə vurmaq. Sinə vurmaq isə insanın fizioloji, yəni fiziki baxımdan haqsızlığa və zülmə qarşı etdiyi bir növ fiziki etirazdır. Fiziki etiraz edir sinə vurmaq. Məsələn, mənim ürəyim Hüseyn əleyhissalamın amalı üçün döyünür. Yəni bu cür. Yaxşı, onda dediyinizdən belə başa düşdüm ki, yəni simvollar olmasa dəyərlər unudulur. Bəli, bu cür demək olar. Çünki insan unutqan varlıqdır. Əgər görünməyən, vizuallaşmayan, yəni meydana çıxmayan bir şey olduqda, o yavaş-yavaş istər-istəməz tarixin arxivinə gömülür. Məsələn, küçədə gedən bir uşaq düşünün, İmam Hüseyn əleyhissalamın əzadarlıq məclisinə gedən bir neçə şəxsi görür və onların qara geyindiyini görür. Və bu anda yanındakı valideynlərindən istər-istəməz uşaq soruşur ki, ata və yaxud da ana, bunlar niyə qara geyiniblər? Niyə bütün bu işləri icra edirlər? Və avtomatik olaraq bu vasitə ilə bu məclislər, bu sevgi, bu eşq, İmam Hüseyn əleyhissalamın yolu silsiləvi olaraq digər nəsillərə ötürülür. Allaha and verirəm izzətinə, cəlalına ki, bizi İmam Hüseyn əleyhissalamın haqq yolundan ayrı salmasın. Amin inşallah. Amin. Beləliklə, dəyərli izləyicilər, bugünkü podkast videomuzun sonuna gəldik. Gələn görüşlərədək Allah amandır.